Salam şagirdlər. Bu gün sizinlə 5-ci sinif 2-ci xarici dil İngilis dili kitabının Lesson 20 bölmə 21 ilə davam edirik. They can. They onlar, can bacarmaq. Onlar bacarırlar, bacara bilirlər. Gəlin lüğətə baxaq. Okay. Tiger, pələng, monkey, meymun, bear, ayı, elephant, fil, turtle, sbağa, bird, quş, fly, uçmaq, run, qaçmaq, swing, yellənmək, climb, dırmaşmaq, swim, üzmək, carry, daşımaq, jump, tullanmaq. Do the crossword. Gəlin crossword etməyə çalışaq. Birinci söz bizə verilib. T, R, bir də I verilib. Bu tiger ola bilərmi? No, turtle. Okay, turtle. İkinci sözü bizə sadəcə T hərfini verib. Bunu tiger yazaq görə yerləşir. Tiger. Üstə bizə R verib sadəcə. Bird ola bilər. Bird. Altıda elephant yazaq. Okay, yazaq. Elephant. Then 5'te olsun ne? Bear olabilir. 6'da 4'te monkey. Baxaq. Monkey. Okay. Yerləşdi. Pronunciation target. Listen and repeat. E in turtle. Turtle. Gördüğünüz gibi sözün sonunda E hərfi oxunmur. B in climb. Climb. Bəzi sözlərdə bu hərfi tələffüz olunmur. Baxmayaraq ki, yazılı görəcəksiniz, amma tələffüz edərkən o hərfi eşitməyəcəksiniz və yaxud da səsi eşitməyəcəksiniz. Listen and choose the words with silent E and B. Okay, climb, come, daramaq. Then, lamb. Bomb sözündə tələffüz olunacaq. Turtle sözündə game. Then turtle. It's already written. Time. Bike. Make. Okay, let's move on. Listen and say what animals they see. Qulaq asın və onların hansı heyvanları gördüklərini deyin. Hazırda dinləməni aça bilmirəm, amma buradan yazıda baxa bilək deyə düşünürəm. Transkritinə baxaq. Where is it? Peki. Okay. Track 62. Look, Brett. What is there? Bak Brett, orada ne var? It is a tiger. Orada pələng var. Is it a tiger? Orada pələng var. Yes, it is. Bəli, odur. This is a tiger. Bu pələngdir. And the tiger is brown. Və pələng qəhvəyidir. Look at that bird. O quşa bax. Can you see it? Onu görə bilirsən? Yes, I can. Bəli, mən görürəm. It is yellow and red. O sarı və qırmızıdır. Look at the house turtle. Look at those turtles. O tısbağalara bax. Under the tree. Ağacın altındakı tısbağalara bax.
The turtles are small and grey. Sığırlar balaca və boz rəngdədirlər. Deməli, onlar gördülər tiger, then bird and turtles. Aha. Grammar target. Deməli, biz sizinlə qeyri-müəyyən artikel, yəni en keçmişdik. İndi isə müəyyən artikel olan zeyni keçirik. Bir əşya haqqında ilk dəfə danışarkən, əgər sayılırsa, onu e və yaxud da en artikel ilə verirsiniz. Artıq ikinci dəfə həmən əşya haqqında söhbət və əşya və yaxud da əşya haqqında söhbət gedirsə, artıq z artikelini yazırsınız. Çünki artıq o sizə müəyyən olmuş olur. This is a tiger. Bu pələngdir. The tiger is brown. Pələng qəhvəyidir. Yəni həmən pələng. Biraz əvvəl danışdığım pələng. This is an elephant. Bu fildir. The elephant is big. Fil böyükdür. Yəni həmən fildən söhbət gedir. These are turtles. Bunlar sığırlardır. The turtles are grey. Sığırlar bozdur. Okay. Look at the pictures and make sentences. Şəkillərə baxın və cümlələri qurun. These are tigers. Bunlar pələnglərdir. The tigers are orange and black. Pələnglər narıncı və qaradır. They can run. Onlar qaça bilirlər. Okay. Monkeys. These are monkeys. They are brown. They can climb. Okay. These are turtles. They can swim. Sorry, they are brown. They can swim. Etməcə özürlü sayın. These are birds. They are white and black. They can fly. Fly. Okay. This is an elephant. It is gray. It can carry yazabilirim. It can carry. These are bears. They are brown. They can climb. Can climb. Okay. Complete the sentences with a, an or z. Cümlələri e, and və yaxud da z artiklı ilə tamamlayın. Mən bilirəm ki, ilk dəfə danışsam, həmən əşyanın qarşısında e artiklı qoyacağam. This is a bird. Bu bir quşdur. The bird can fly. Quş uçmağı bacarır. That is an elephant. O bir fildir. Və bilirəm ki, summitin qarşısında e artiklı, site'in qarşısında an artiklı olmalıdır. The elephant can carry trees. Aha. This is a bear. Bu bir ayıdır. The bear can climb. This is a turtle. Bu bir sığırdır. The turtle can swim. Yüzməyi bacarır. These are monkeys. Bunlar meymunlardır. The monkeys can jump. Meymunlar tullana bilir. Okay. Cəm isminin qarşısında z artiklı istifadə edə bilirsiniz, amma en artiklı istifadə edə bilməzsiniz. Çünki e və n-dən sonra sayılan tək isim gəlir. E, n,
sayılan tək isim. Bunu yadda saxlayın. Okay. Əslində yuxarıda verilən cümlələri elə aşağıda da sizin üçün yazıb. Yəni oradan da baxıb yaza bilərsiniz. Sadəcə orada təsvirlər fərqlidir. Work in pairs, qruplarla işləyin. Cütlərlə daha doğrusu. Ask and ask the questions. Suallar verin və cavablandırın. Misal üçün, baxın, climb, swim, run, jump, fly, swing feillər simsini verib. Can birds fly? Quşlar uçmağı bacarırmı? Yes, they can. Bəli, onlar bacarır. Can tigers swim? Pələnglər üzməyi bacarırmı? No, they can't. Yox, onlar bacarmır. Gəlin birini götürək. For example, bear. Can bears fly? Ayılar uçmağı bacarırmı? No, they can't. Yox, onlar bacarmır. Then. Başqa nə götürə bilər? Turtle. Can turtles jump? As if no, they can't. Then. Başqa nə götürə bilərik? Can monkeys jump? Yes, they can. Davamını özünüz də dəftərinizə yaza bilərsiniz. Hər hansı bir sualınız yaranarsa kommentlərdə bildirməyi unutmayın.